Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. İranı tutub yanır, Güney Azərbaycan ayaqdadır və Güney Azərbaycanlılar artıq proseslərə yön vermək, moderatorluq etmək niyyətindədirlər. İş orasındadır ki, üsyanlar beşiği Təbrizdə artıq dekabr ayının 30-dan başlayan mitinglərin əsas ana fazasına çevrilib. Hətta yaxın 48-72 saat ərzində Xamneyinin, yəni ali dini liderin belə ölkəni tərk edəcəyi çox ehtimalla Rusiyaya üst tutacağı bildirilir. Bu barədə OTV-yə Güney Azərbaycandakı milli fəallar məlumat veriblər. Eyni zamanda İran kanallarının, Telegram kanallarında bildirilir ki, vəziyyət o qədər gərginləşib ki, hökumət qüvvələri Bəsis və Sepah prosesə nəzarəti ümumiyyətlə itirib. Hətta onlar mülki geyimlərdə belə kəşfiyyat işləri aparmaqdan çox hallarda imtina edirlər. Bir sıra hallarda isə bəzi polislərin artıq silahlarını təhvil verərək, ərizə yazaraq üsyançılar tərəfə, daha doğrusu etirazçılar tərəfə keçdiyi bildirilir. Maraqlı məqam ondan ibarətdir ki, Molla rejimi etirazçıların hədəfi olsa da hazırki prezident Türk əsilli İran lideri Məsud Pezeşkiyan haqqında hər hansı təhqir edici ifadələr işlədilmir. Onun haqqında kəskin sözlər deyilmir. Görünən o ki, İranda da yaxşı bilirlər ki, prezident bu ölkə üçün demək olar ki, heç kimdir. Yəni, ölkədəki bütün məsuliyyəti və prosesləri idarə edən əsas qüvvə ali dini lider və ona bağlı, daha doğrusu birbaşa bağlı Sepah qüvvələridir. İrandakı vəziyyətlə bağlı Birləşmiş Ştatlar prezidenti Donald Trump da münasibət bildirib. O deyib ki, prosesləri Vaşinqton daha yaxından izləyir. Əgər İran xalqına qarşı silah işlədilərsə, yəni etirazçılara qarşı silah işlədilərsə, təbii ki, hökumət qüvvələri tərəfindən o zaman Birləşmiş Ştatlar proseslərə birbaşa müdaxilə edəcək və İran xalqının yanında olacaq. Proseslərin indiki fazasında əsas İran hökumətinin qorxusu Güney Azərbaycandakı etiraz dalğasının hansı səmtə istiqamətlənəcəyidir. Çünki Fars əyalətlərində, Farsların daha çox yaşadığı bölgələrdə Şah rejiminin qalığı hesab edilən Pəhləvilərin hakimiyyətə gəlməsi tələb edilir və hətta təxminən 40 il əvvəlki İran bayrağı, yəni şirbaşlı bayraq yenidən meydanlara gətirilib. İranın hazırki bayrağı, mollaların təbirincə desək, üstündə Allah yazılmış bayraq təhqir olunur, dirəklərdən sökülür. Dünənki baş verən proseslərdə Qasım Süleymaninin heykəli uçuruldu. Eyni zamanda Xamneyinin və digər ali dini liderlərin müxtəlif şəhərlərdəki posterləri, şəkilləri söküldü. Mağazalar demək olar ki, işləmir. Hətta Güney Azərbaycanlıların OTV-yə verdiyi məlumata görə Təbrizdə əsas çörək mağazaları bağlanıb. Təbriz bazarı demək olar ki, iflic vəziyyətindədir. 95% heç bir fəaliyyət göstərmir. Yalnız zəruri ərzaqlar və aptek kimi belə deyək də köşklər qismən fəaliyyət göstərirlər və bu da daxili razılaşma əsasında belə bir qərar alınıb. Dünənki atışmalarda, daha doğrusu etirazçılara qarşı hökumət qüvvələrinin silahlı müqaviməti nəticəsində, silahlı cavabı nəticəsində təxminən 11-12 nəfərin öldüyü deyilir. Təbii ki, bunlar rəsmi olaraq öz cavabını tapmayıb, rəsmi olaraq təsdiqlənməyib. Digər tərəfdən təxminən 40-a yaxın yaralının ötən gecəki ixtişaşlarda olduğu bildirilir. Hətta bir epizodda hər hansı bir etirazçının, daha doğrusu sürücünün yolu keçən Sepah qüvvələrinə və yaxud da İran sərbazlarının əsgərlərinə qarşı müəyyən radikal addımlar atdığı videolardan da görünür. Avtomobili onların üzərindən sürür və nəticədə 2-3 nəfərin yerə yıxıldığı, əsgərin yerə yıxıldığı, yaralandığı bildirilir. Yəni sözüm onadır ki, İran cəmiyyətində orduya qarşı xüsusi sevgi, simpatiya olub və inqilabın rəmzlərindən biri kimi göstərilib həmişə İran ordusu. Ancaq xalqın qəzəbi o qədər qüvvətlənib ki, artıq İran əsgərlərinin də üzərindən avtomobil sürülür. Və kütləni idarə etmək, belə deyək ki, hal-hazırda olduqca müşkilə çevrilib. Amma maraqlı tendensiyalardan biri də ondan ibarətdir ki, kütlənin vahid lideri də yoxdur. Bir çoxları 1979-cu ildə İranı tərk edən oğul Rıza Pəhləvinin ABŞ-dan geri qayıtmasını istəyir. Hətta bu arada onun İsrail və
Birləşmiş Ştatlarla görüş keçirdiyi, gizli görüşlər keçirdiyi bildirilir. Hətta yaxın günlərdə Rıza Pəhləvinin, oğul Pəhləvinin yenidən ABŞ prezidenti Donald Trumpla görüşəcəyi iddia olunur. Proseslərin gedişatı onu göstərir ki, burada Güney Azərbaycanla Fars əyalətləri arasında ikili yanaşma və ya da ikili tendensiya mövcuddur. Birinci yanaşma Farsların yanaşmasıdır ki, onlar deməli Pəhləvi rejiminin qalıqlarının yenidən İranda hakimiyyətə gəlməsini istəmirlər. Və artıq Urmiyada şüarlar da səsləndirirlər ki, Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Güney Azərbaycan isə görünən odur ki, və yaxud da belə görünür ki, Məsud Pezeşkiyanın prezident kimi qalmasının tərəfdarıdırlar. Ancaq bir şərtlə ki, bütün səlahiyyətlər prezidentə verilsin. Yəni xalq kimdən nə tələb etdiyini bilsin. Pezeşkiyan da iqtisadi islahatlar həyata keçirmək üçün artıq proseslərə başlasın. Bunun üçün Molla rejimi hakimiyyəti Pezeşkiyana təhvil verməlidir. Prezident ali institut olmalıdır. İran unitar devlətə çevrilməlidir. Əslində bura qədərini deməli Pezeşkiyan istisna olmaqla Farslar da istəyirlər. Ancaq Fars milliyyətçilərinin əsas istəyi Rıza Pəhləvinin gəlməyidir. Güney Azərbaycanlılar OTV-yə açıqlamasında onu da bildirdilər ki, fərqli şəhərlərdə olan Güney Azərbaycanlılardan gedir söhbət. Zəncandan, Təbrizdən, Ərdəbildən və s. Bildirdilər ki, Güney Azərbaycan proseslərə aktiv şəkildə qatılsa da, soydaşlarımızın beyin mərkəzi kimi adlandırdığı müəyyən şəxslər var ki, onlardan təlimatlar gözləyirlər. Əgər həmin təlimatlar bu yöndə olsa ki, Güney Azərbaycan artıq milli şüarlar səsləndirməlidir və yaxud da ki, müstəqillik uğrunda şüarlar səsləndirməlidir, o zaman İranı parçalanma və yaxud da belə deyək, müəyyən vətəndaş müharibəsi də gözləyə bilər. Çünki daxildəki qüvvələr kifayət qədər müəyyən silahlı qruplara malikdirlər. Kürd aşirətləri var, Qıjaq var, Bəluclar var. Onlar hətta dinc dövrdə belə İran polisinə qarşı xüsusi amansızlıqla seçilirdilər. Güney Azərbaycanlıların isə heç nəyi yoxdur, əliyalındırlar və onlar bu prosesdə hansı istiqaməti götürəcəklər? Müstəqillik istiqamətini mi, yoxsa muxtariyyət istiqamətini mi, yoxsa İranın bütövlüyü daxilində Pezeşkiyanın prezident olmağını mı? Bax, bunu hadisələrin bundan sonraki gedişatı göstərəcək. Yəni, belə deyək də, qarşıdakı 48-72 saat İran prosesləri üçün önəmli olacaq. Ən çox ehtimal ondan ibarət ki, İranın bütövlüyü qorunub saxlanacaq. Ancaq bir sıra xalqlara, Bəluclara, Güney Azərbaycana, eyni zamanda Kürdlərə muxtariyyət məsələsi ola bilər. Vətəndaş müharibəsindən qorumaq üçün ölkəni və yaxud da ki, əgər İsrail və ABŞ istəsə, İran elə vətəndaş müharibəsinə də sürüklənəcək ki, bu da Qərbin işinə yarayır. Xaotik vəziyyətdə onlar öz gəlirlərini qazanmağa başlayacaqlar. Söhbət İranın təbii sərvətlərinin Qərbə daşınmasından gedir. Yəqin ki, ABŞ Rıza Pəhləvi ilə də bu yöndə danışıblar. Hakimiyyət sənin, İranın sərvəti bizim. Görünən odur ki, Güney Azərbaycanlıları hələ də qərbdə düşünən yoxdur. Ona görə də Güney Azərbaycanlılar həmişə olduğu kimi özlərinin göbəyini kəsəcək, belə görünür. Azərbaycan və Türkiyə proseslərə qarşıdakı proseslərdə qoşula bilər. Məyər soydaşlarımıza qarşı bu və ya digər formada soyqırım aktları gerçəkləşərsə, bəlkə də nəsə ola bilər. Ancaq indiki halda Azərbaycan və İran, Bakı və Ankara, üzr istəyirəm, Azərbaycan və Türkiyə, yəni Bakı və Ankara İranın daxili işlərinə qarışmaq istəməyəcək. Çünki ilk növbədə hazırda legitim hakimiyyət İranda mövcuddur, xaotik durum yoxdur. Hətta İranın bombalanması fonunda bizim sərhədlərimiz də təhlükə altına düşə bilər ki, tək bizim yox, Pakistanın, Türkmənistanın, Azərbaycanın və Türkiyənin. İranın şimalındakı türkmənlər təbii ki, Türkmənistana üz tutacaq, Bəluclar Pakistana üz tutacaq, Güney Azərbaycanlılar isə Türkiyə və Azərbaycana üz tutacaqlar və ona görə də biz, dövlətlərimiz, həm Türkiyə, həm Azərbaycan öz sərhədlərini daha da gücləndirməlidirlər ki, burada sərhəddə hər hansı bir
qanqaraçılıq olmasın, sərhəd pozuculuq olmasın, narkotik vasitələrin dövriyyəsinə imkan verilməsin. Çünki vəziyyətdən sui-istifadə eləyə biləcək narkotacirlər İranda kifayət qədərdir, mövcuddular. Və bu kimi halların qarşısını almaq üçün biz də ayıq-sayıq olmalıyıq. İstənilən halda biz İrandakı proseslərdə şəxsən vətəndaş cəmiyyətinin üzvü olaraq özümü nəzərdə tutulan bir jurnalist olaraq, bir şair olaraq ki, biz Güney Azərbaycanlıların yanındayıq. Dövlətimiz tamam fərqli düşünə bilər. Çünki dövlət ağlı başqadır. Dövlət ağlı İranın bütövlüyünü istəyə bilər, İranda sakitlik istəyə bilər, qonşuda problem istəməz. Və bu da doğal bir məsələdir, çox doğrudur. Amma əgər yenə də deyirəm, vəziyyətlər kəskin istiqamətdə gedərsə, o zaman biz vətəndaş cəmiyyəti olaraq, Azərbaycan xalqı olaraq, 10 milyonluq Azərbaycan xalqı olaraq 40 milyonluq Güney Azərbaycanın yanında olmağa borcluyuq. Ən azından mənəvi olaraq borcluyuq. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Fikirlərinizi rəy və şərh bölməsində yazmağı unutmayın, paylaşmağı da həmçinin. Hələlik.